Çakrabord Tez Bazar təmir dükanından hər birinizi salamlayır, xoş günlər arzuluyuruq. Əslən Hindistanlı olan dükan sahibi Şaşanq bəy, Neftçilər metro stansiyası yaxınlığında yerləşən 8-ci kilometr bazarında işləyir. Dükan sahibinin sözlərinə görə, müştəri çoxluğu səbəbindən başını qaşımağa vaxtı yoxdur. Səhər saat 6-da dükan açmışam, indi də saat 4-ün yarısıdır. Hələ də günorta yeməyimi yeyə bilməmişəm. Valla nə deyim, şükür ki dolanışıq yaxşıdır. Özüm də Masazırda qalıram. Bakı Masazır yolunun tıxacından cana gələn Şaşanq bəy, müştərilərin təmir üçün gətirdiyi cihizlik qab-qacağı ani əsəblə sındırıb, əsəblərini cilovlamağa çalışır. Onun səliqəli, arxayın, keyfiyyətli işinə görə müştərilər digər dükanlara üst tutmur. Amma digər dükan sahiblərindən müsahibə zamanı aydın oldu ki, bu onlar tərəfindən xoş qarşılanır. Həmkarlarının uğurlarına sevinirlər. Çəmən alan yoxdur, qoz alan yoxdur. İndi bilmirəm məndən alver eləyən yoxdur, yoxsa çəmən alan yoxdur. Özündən hoqqa çıxardan Şaşanq bəy, dükanı partlatmaq üçün də əlindən gələni əsirgəmir. Əgər siz də qab-qacağınızı Şaşanq ustanın təmir dükanında təmir elətdirmək istəyirsinizsə, yaxşı eləyirsiniz. Amma düz eləmirsiniz. Çakrabord Tez Bazar təmir dükanı. Müştəri məmnuniyyəti maraqlı deyil.